Bugünkü mövzumuz tortikollis, yəni əyriboyunluq haqqında olacaq. Əyriboyunluq anadan gəlmə ola bilər ki, biz bunu körpə uşaqlarda doğulan kimi görürük və qazanılma ola bilər. Anadan gəlmə əyriboyunluq daha çox intrauterin səbəblərdən, yəni bətn daxilində uşağın başının pozasından asılı olaraq düzgün formalaşmaması nəticəsində meydana çıxır və yaxud da ki, doğuş zamanı uşağın baş gəlişində onun boyun əzələləri bir tərəfli və yaxud iki tərəfli əzilirsə, bunun nəticəsində yarana bilər və son nəticədə uşaq doğulanda valideynlər uşağın boynunun bir tərəfə əyilmiş və yaxud da ki, bir tərəfə dönmüş şəkildə olduğunu hiss eləyirlər. Belə ki, travma nəticəsində bətn daxilində uzun müddətli bir pozada qalmağı nəticəsində əsasən boynumuzu hərəkət elətdirən, boynumuzu yana çevirən bir əzələ, döş körpücük məməyə bənzər yoğun əzələ, sternocleidomastoideus əzələsi başlayır qısalmağa, fibrozlaşmağa və bunun nəticəsində bizdə boynumuzda əsasən bir tərəfli əyilmələr yaranır. Və valideyn də bunu körpə uşaqda doğulan kimi onun daima başını bir tərəfdə saxlaması şəklində görür. Yəni uşaq həmişə başı bir tərəfdədir. Başını digər tərəfə döndərmək istəyəndə o yenidən başını digər tərəfə çevrilir və daima başı bir tərəfdə olduğuna görə uşağın başında əyilmələr yaranır. Yəni uşağın başını ana da yoxlayanda, həkim də müayinə elədikdə görür ki, uşağın bir tərəfində artıq başı yastılaşmağa başlayıb. Bax, bu anadan gəlmə, deməli, əyriboyunluqdur. Dediyimiz kimi, bəzən qazanılma əyriboyunluq da ola bilir. Qazanılma əyriboyunluğun əsas səbəblərindən biri travmalardır, boyun travmaları nəticəsində və bir də distoniya dediyimiz bir xəstəlik var və bu distoniya nəticəsində bir tərəfli olaraq boyun əzələlərimizdə spazm, spastika gedir, yığılma gedir və nəticəsində boyunda fərqli şəkildə dönmələr olur. Bu dönmələr anterokollis ola bilər, yəni insanın boynu önə əyilmiş şəkildə qala bilər, retrokollis ola bilər, boyun arxaya doğru bükülmüş şəkildə qala bilər, laterokollis, boyun yana bükülmüş şəkildə və tortikollis, boynun bir tərəfə çevrilməsi şəklində ola bilər. İnsanlar bu distoniya zamanı bəzən müxtəlif üsullar istifadə eləyərək boyun gərginliyini azaltmağa və yaxud da ki, boynu düzləşməyə çalışırlar. Bunun üçün, məsələn, müəyyən bir testlərdən, müəyyən bir hərəkətlərdən istifadə eləyirlər. Pasiyentlər deyir ki, doktor, mən əlimi yanağıma qoyanda, çənəmə qoyanda, sinəmə qoyanda özümü kontrol edə bilirəm və boynumu düzəldə bilirəm. Əyriboyunluqda dediyimiz kimi əsas səbəb boyun əzələlərinin yığılması, spazmı, qısalması və fibrozlaşmasıdır. Müalicəsi bir neçə etapda aparılır. Əvvəlcə konservativ müalicələr, fizioterapiya, reabilitasiya istifadə edirik. Bunlar daha az kömək etdikdə botulinoterapiya dediyimiz xüsusi iynələr var. Bu iynələri seçilmiş əzələlərə xüsusi aparat vasitəsilə vurmaqla həmin o əzələlərin, gərgin əzələlərin boşalmasına, yumşalmasına səbəb oluruq. Bu üsullar da öz təsirini göstərmədikdə və yaxud da ki, təsiri çox qısa olduqda artıq digər müalicə üsulu cərrahi müalicə üsuludur ki, bu zaman bətərlərin uzadılması kimi üsullardan istifadə olunur.